Hansı yolu geçsəm? Elə avara yolu. Niyə? Niyə elə yaşayışım odur? O yola necə geçsən? Yəni nə cür baxırsan o yola? Əziyyətimlə. Hansı geçsən? Nəyə geçəmisən? Ay kasıblara kömək eləmişəm. Mən sən Kasıblar kömək eləyən avara yolu getmir. Kasıba Petuk da kömək eləyir. Petuk onda avaradır. Mənə bax sağ olsun. Qulaq as. İndi o avaradır. Yo, avara deyil ki. Ay, so deməli kömək eləmək avara yolu getmək deyil. Yo, Bu birinci Allah deyəm. xətrinə. Sonra Nəysə, eşsə Allah xətrinə kömək eləyib. əziyyətin nə olub? Hansı əziyyətin olub? Bütün bədənim mənə bax şıram-şıramdır. Bədən şıram onun əziyyəti olur. Vaybat eləmişəm, ay kişi. Nə kimi vaybat eləmirsən? Nə əməl Mənə bax elə rövşənə qıl, Allah rövşən rəhmət eləsin. Ona görə nə etmisən? Əziyyət çəkmişəm. Onun 40-ında belə mahnı qoyublar, öz bədənimi doğramışam. Şəhidlərin 40-ında belə toy ediblər Azərbaycanda. Nə boş-boş danışırsan sən? Yəni sənin əziyyətin falan olmuyor. Mən dedim nə əziyyət çəkim. Nə əziyyət də o. Özün üçün hə, hörmət mənasını özün doğramısan. Nə üçün eləmirsən? Məki, yaxşılarsan. Aki, bu cəmiyyət üçün nə etmisən, əziyyət çəkmirsən. Əziyyət çəkən cəmiyyət üçün əziyyət çəkir. Özün üçün əziyyət çəkmirsənsə, bu sənin özünə aidiyyəti var. Cəmaata yox. Mən əziyyət çəkmişəm, gedib fəaliyyət etmişəm. Nə edib cəmaat eləsin buna? Özümə pul qazanmışam. Bu əziyyət deyil, bu mənim öz şəxsimə aid bir şeydir. Əziyyət çəkirəm, pul qazanıram. Ailəmi saxlayacağam. Dur nə mən əziyyət çəkən olaram, cəmaat məni alqışlamalıdır. Elə şey olur. Mən də deyirəm, nə edib özüm doğramışam.